Qulkozamin. Əlində tutduğum qulkozamin hansı faydaları var? Əsasən diz oynaqlarının faydaları haqqında məlumat verəcəm. Tərkibi qulkozamin hidroklorid, kondroitin sulfat, hilarion turşusu və kollagendən ibarətdir. Bu diz oynaqlarında neyinir? Kondroitin sulfat diz oynaqlarda oynaqlar qığırdaqlarını bərpa edir. Qulkozamin hidroklorid oynaqlar arası duzlaşmanı götürür və oynaqlar arası qığırdaqların həm də sümüklərin məsafələrini normaya salır. Eyni zamanda hilarion turşusu, hilarion kislota deyirlər. Hilarion turşusu oynaqlar arası mayeni bərpa edir. Və kollagen əsasən bağları və orada olan bağlarla əlavə olaraq həmi sümüklərdə liflərin, həmi qığırdaqların liflərini bərpa edir. Bunu tək içməklə yox, kalsium, super kalsiumla içməklə cəmi 2 məhsulla diz oynağındakı olan problemləri aradan qaldırmaq olar. Nəyə görə? Qulkozamin haqqında danışdım, kalsium haqqında. Kalsium, özünüz bilirsiniz ki, kalsium çatışmamazlığında sümüklərdə yeyilmə başlayır. Yəni ki, osteoporoz deyilir. Diz oynağında da artroz, artrit varsa da istər-istəməz oynaqlarda yeyilmələrə səbəb olur. Və kalsium neyinir? Kalsium da sümüklərin möhkəmliyini təmin edir. Tərkibində D vitamini olduğu üçün eyni zamanda sümüklərin möhkəmləsi üçün çox vacib bir elementlərdən biridir. Cəmi 2 məhsulla diz oynağınızda olan problemləri aradan qaldırmaq mümkündür.